Ümumilikdə 535 nəfər olmaqla 119 ailə. Bugün Şükürbəyliyə qayıdan ailələrin sayı bu qədərdir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan, illərlə doğma yurda dönəcəkləri günü gözləyən sakinlər indi sevinclə öz ata-baba torpaqlarında yaşamağa qayıdıblar. Kəndə iş girəndə inanın ki, sevinç gözyaşları ilə girmişəm. Axtarmışam ki, mənim burada babamın evi var idi, yurdu vardı, görüm hara düşmüşəm, hansı tərəfə düşmüşəm. Yəni, çox sevincliyəm. Hər kəsə minnətdaram. Bizə bu sevinci yaşatdıqlarına görə minnətdaram. Elə bir duyğu keçirdim ki, valla əvəz olunmaz bir şeydir. Gör, 30 neçə ildir torpaq həsrəti, yurt həsrəti çəkirik. Axır ki, bu günləri gördük, çox şükür. Bu günümüzə şükür. Gəldik öz doğma yurdumuza, elimizə, obamıza, öz cəmaatımızın arasındayıq, çox şükür. Şükürbəyli kəndi tamamilə yenidən qurulub və müasir yaşayış məntəqəsinə çevrilib. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün burada bütün zəruri infrastruktur yaradılıb. İlkin mərhələdə kənddə 635 fərdi yaşayış evi istifadəyə verilib. Rəşidə Zülfüqarova, Elgün Qəmbərov, Şahnun Qasımova, ATV Xəbər.